Bismillahirrahmanirrahim. Peyğəmbər Əhl-i Beytindən olan və 10-cu İmam Əli ibn Muhammed hicrətin 212-ci ili Zilhiccə ayının 15-i Mədinə şəhərinin yaxınlığında yerləşən Suriya adlı bir məntəqədə dünyaya göz açmışdır. Atası 9-cu İmam İmam Muhammed Təqi əleyhissalam, anası isə dövrünün fəzilətli, əxlaqlı, imanlı, təqvalı xanımlarından olan Səmanə adlı bir xanım olmuşdur. İmam əleyhissalamın məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. Ən məşhur künyəsi isə Əbulhəsən-ı Salis. Qısa olaraq Əbulhəsən də qeyd olunur. İmam əleyhissalamın şəhid olduğu tarix hicrətin 254-cü ili Rəcəb ayının 3-ü dövrün xəlifəsi olan, Abbasi xəlifəsi olan Mu'təz tərəfindən zəhərlənərək şəhadətə yetmişdir və imamət müddəti 33 il olmuşdur. İmam əleyhissalamın imamətinin əsas fəaliyyətlərindən biri sarayda olan fəqihlərin cəmaata verdiyi yalan fətvaların qarşısında bir növ sədd olaraq, yəni İmam əleyhissalam onların verdiyi səhv fətvaların düz formasını cəmaata çatdırmışdı. Ki, bunlar haqqında, bu haqda bir çox tarixi hadisələrə misal vurmaq olar. Onlardan da biri, bir dəfə dövrünün xəlifəsi olan Mütəvəkkil xəstələnir və nəzr edir ki, sağalacağı halda Allah yolunda bir neçə qızıl sikkə paylayacaq. Mütəvəkkil sağaldıqdan sonra sarayda olan fəqihləri yığır ki, görəsən bu bir sikkə nə qədər eləyir? Hərə bir fətva verdikdə Mütəvəkkil yenə məcbur olur, həmişəki kimi İmam əleyhissalama üz tutur ki, İmam əleyhissalama müraciət edir. İmam əleyhissalam onun cavabında 83 qızıl sikkə nəzr edəcəyini vurğulayır. Əlbəttə, orada olan fəqihlərin hamısına təəccüb doğurur ki, bu 83 qızıl sikkə nəyə əsasəndir? İmam əleyhissalam Tövbə surəsinin 25-ci ayəsini dəlil gətirir. Ayədə belə buyurur ki, Allah sizə bir çox yerlərdə kömək etmişdir. İmam əleyhissalam burada keçən bir çox yerlərdəni 83-lə əvəzləyir, yəni təfsir edir və buna dəlil olaraq buyurur ki, Peyğəmbərin dövründə 83 müharibə olmuşdur və Allah hər müharibədə, hər döyüşdə də Peyğəmbərə kömək olmuşdur. Ona görə ayədə buyurur ki, Allah sizə bir çox yerlərdə kömək olmuşdur. İmam əleyhissalam bu ayə ilə və Peyğəmbərin dövründə olan 83 müharibəni dəlil gətirərək həmin o bir neçə qızıl sikkənin 83 qızıl sikkə olduğunu vurur və hər kəs də İmam əleyhissalamın bu dəlilin qarşısında aciz olaraq qəbul edir. Yəni İmam əleyhissalamın imamət fəaliyyətinin əsası sarayda olan o fəqihlərin cəmaata verdiyi yalan fətvanın qarşısında bir sədd olaraq onlara, yəni düzgün fətvanı, düzgün hökmləri çatdırmaq olmuşdur.